Salam, mən Kənan Məstəliyev, İdman Jurnalisti Rekorda saytın baş redaktoruyum. Siz isə növbəti 11 adamdasınız. Ənəmizə sadiq qalaraq yenə də dəyərli dostum, dəyərli həmkarım Anar Xanlarov bizimlə bir yerdə. Anar, xoş gəlmisən. Xoş gördük. Mövzumuz isə yenə də futboldur, Azərbaycan futboludur. Təkcə Azərbaycan futbolu yox, ümumiyyətlə dünyanın hər bir ölkəsində futbol piramidasının zirvəsi milli komandadır. Hər şey ondan ölçülür və milli komandanın başında da həmişə vacib şəxslər olur. Yəni, milli komandanın baş məşqçisi mən düşünürəm ki, həmişə vacib şəxs sayılmalıdır. Çünki o həlledici postdadır və bugün həlledici postun belə deyim, bugünkü sahibi Ayxan Abbasov bizimlə bir yerdə. Ayxan, xoş gəlmisiniz. Xoş gördük. İnşallah sizə uğurlar arzulayıram. Dəvətinizə görə də təşəkkür. Təşəkkür edirəm bir daha gəldiyinizə görə. Milli komanda futbol piramidasının zirvəsidir. O zirvədə özünüzü necə hiss edirsiniz? Düz qeyd elədiniz. Bugün bəlkə də məşqçilik karyerasında hər kəsin arzusu var. Hər kəs yaxşı komandada çalışmaq istəyir, çempion olan komandada çalışmaq istəyir, amma milli komandada çalışmaq məncə şərəfdir. Çünki burada bütün ölkəni təmsil edirsən və bu da mənim üçün böyük bir şərəfdir. Hal-hazırda milli komandanın oyunları yoxdur, fasilədir. Hazırda nə işlə məşğulsunuz? Əlbəttə, son illəri götürsək, bu mənim üçün yenilik oldu. Həmişə yay aylarında biz, belə deyək də, çox çətin bir vəziyyətdə olurduq. Həm Şamaxıda işləyəndə, həm Turan Tovuzda işləyəndə, ondan qabaq Sumqayıtda olub. Oyunçu seçim eləyirdik. Çünki komandanı komplektləşdirmək lazım idi və belə deyək ki, təsadüfmü deyim, ya qismətmi deyim, həmişə çalışdığım komandalarda yayda çox oyunçular tərk eləyirdi. Bu da büdcə baxımından idi, o futbolçuları saxlaya bilmirdik və yeni heyət yığırdıq və o da çox gərgin günlər olurdu və demək olar ki, yayı istirahət eləmirdik. Bu yay başqa oldu, bizim üçün bir yenilik oldu. Düzdür, köməkçilərimlə dayanmırıq. Bugün 3 komandamız bilirsiniz ki, Avroligaya start verdi, Çempionlar Liqasına. Onların təlim məşqləri var idi. Avstriyada Vüqar Mustafayev oradaydı. 2 komanda, həm Qarabağ, həm Sabahı onlarla bərabər oldu. Elnur Çodarov Sloveniyadadır, Neftçini izləyir. Cavad Mirzəyev Zirə ilə idi. Və mütəmadi biz də burada əlaqədəyik və bu ilk olaraq 3 oyun var idi. Ölkəmizdə onu izlədik və indi Qəbələyə, yaxın zamanlarda Qəbələyə səfər eləyəcəyik, çünki klublarımızın çoxu oradadır. Bax, bu izləməklənik, legioner futbolçularımızla maraqlanırıq, düzdür, az da olsa onlar bizim üçün dəyərlidir və bir çoxu klubsuzdur, yəni problemlər var, çoxdur və bu yöndə çalışırıq. Klubsuzdur dediniz, yəni düzdür, futbolçuya klub tapmaq milli komandanın baş məşqçinin işi deyil, yaxud da ki, Affanın işi deyil, amma onlara bu istiqamətdə hansı kömək eləməyə çalışırsınız? Çalışırıq, tək mən yox, federasiyada da və digər, belə deyək, bizim menecerlərimiz var ki, sağ olsunlar. Bir çox futbolçuya təklif göndərirlər, düzdür, indi futbolçu orada seçim eləyir, bəzən klub məşqçiləri bizlə əlaqə saxlayır, futbolçuların haqqında fikir öyrənirlər və bunlara kömək eləməyə çalışırıq. Çünki onların hər biri bu dəqiqə komanda tapması vacibdir. Çünki bilirsiniz ki, sentyabrın sonunda Millətlər Liqası başlayır və ora çox da vaxtımız yoxdur və indidən məşq eləməyən futbolçular çox çətinlik çəkəcək. Sizin bir prinsipiallığınız var. Məsələn, biz əvvəllər düzdür, müəyyən güzəştlər eləyirsiniz, amma bir futbolçu klubu yoxdursa, yəni israrla qeyd edirsiniz ki, o bir dəfə şans verilə bilər, ikinci dəfə artıq o şansı əldə eləməyəcək. Şansı əldə eləməsi, məsələn, legioner futbolçunun ölkə xaricində klub tapması çətindir. Okey, başa düşdüm, amma məsələn, onlar Azərbaycana gəlməsini təklif eləyirsinizmi və onların münasibəti necə olur? Və nəyə görə soruşuram? Legioner limiti ləğv olunduğundan burada da heyətə düşmək çətin olur. Çünki etiraf eləyək ki, əksər hallarda bizim milli komandanın üzvlərinin səviyyəsi hal-hazırda Azərbaycan çempionatında oynayan futbolçuların səviyyəsindən yüksək olmur.
Yox, əlbəttə biz çalışırıq, çünki yəni bunu etiraf eləmək lazımdır ki, bu gün klubsuz qalan futbolçu sentyabr ayında bizə kömək eləyə bilməyəcək. Yəni bu reallıqdır. Bəzən biz dəstək veririk, necə ki klublarda olur. Məsəl üçün son götürsək Elvin Cəfərquliyevin durumunu, əvəzedici heyətdə də olsa, amma bu mütəmadi məşq eləyirdi. Məsələn biz onun əvəzedici heyətdə oyunlarına baxırdıq, məşqçiləri ilə danışırdıq, Maksim müəllimlə. Yəni o necə məşqə yanaşması və o futbolçu hiss eləyirdi ki, məni bir aydan sonra millidə oyunumuz var və biraz da məsuliyyətli olurdu və həqiqətən də son toplanışda Elvin bəlkə ən yaxşılardan idi. Amma ay yarımdan çox əvəzli heyətdə məşq eləmişdi. Və bu futbolçular üçün bir stimul olur. Amma indi elə bir vaxt olacaq ki, yəni klubsuz qalsan demək olar ki, may ayının sonundan sentyabra qədər bu böyük bir məsafədir, böyük bir vaxtdır və o futbolçu idman formasında olmayacaq. Ona görə biz futbolçuları çox çalışırıq ki, klub tapsınlar və tapmasalar Azərbaycana qayıtmaq variantı olsun. Çünki bilirsiniz, elə bir mövzudur ki, bu onun karyerası çox böyük riskə gedə bilər. Yəni biz çox futbolçular var ki, görmüşük ki, 6 ay klubsuz qalıb və ondan sonra o yenidən həmin formaya qayıtmağa çətinlik çəkib. Bunu çox misallar olar. Hətta bir çoxu futbol karyerasını bitirib. Ona görə milli futbolçularımızın sayı da çox deyil və biz burada hər tərəfli istəyirik ki, o futbolçular bunu anlasın ki, bu gün bunlar bu ölkəyə lazımdırlar. Bu bizim hər bir futbolçu dəyərlidir bizim üçün və inşallah ümid eləyirəm ki, hamısı klub tapar. Həm də məsələ ondadır ki, qarşıda məsələn dünya çempionatının Millətlər Liqası vasitəsilə yox, məsələn normal dünya çempionatı və ya da Avropa çempionatı seçmə mərhələsində olsaydı, orada hansı güzəştlər eləmək olardı? Çünki biz həmin qrupların outsiderik. Yəni bizim orada məsəl üçün deyək ki, Almaniya ilə oynasaydı, Niderlanda və digərləri ilə okey, yəni orada bir şey yoxdur. Amma bu elə bir mərhələyə gəlib çıxmışıq ki, burada artıq yəni Litva, Liechtenstein rəqibi, yəni onu heç kim izah eləmək olmaz ki, yəni bunlar bizdən zəiflər və yaxud güclüdürlər və siz də qeyd elədiniz ki, əlimizin altında başqası olmadığını görə məcbur onu. Yox, burada başqa bir məqam da var. Məsəl üçün burada oynayan futbolçular var ki, biz onların da haqqına girə bilmərik. Məsəl üçün gənc futbolçular var və digər olsun ki, məsəl üçün o futbolçular hiss eləyəcək ki, yəni kimsə klubsuz qalıb 3 aydır məşq eləmir, amma mənim üçün milli komanda əlçatmaz olur. Yəni biz buna da fikir veririk ki, milli komanda hər bir futbolçu üçün belə deyək, o həvəsi, o istəyi o futbolçularda heç vaxt sönməsin. Amma düzdür, bu dediyimiz futbolçular əlbəttə oyunçu keyfiyyəti baxımından yüksək ola bilərlər. Neçə illərdir bizi yaxşı təmsil edirlər, amma belə deyək, həmin dəqiqə biraz ondan aşağı da olsa, amma biz oynayan futbolçuya belə deyək, ya komandası olan futbolçuya üstünlük verməliyik. Millətlər Liqası barədə bir dənə son sualımı verim. Futbolçular hansılar ki, məsələn, siz son təlimat toplanışında da gördünüz, bundan əvvəl də ki, maçlarda da seçmə mərhələsində də gördünüz. Futbolçular milli komandada, xüsusilə də Millətlər Liqasının necə bu dəfəki mərhələsinin necə vacib olduğunu anlayırlarmı? Məncə anlayırlar. Yəni ümumən götürsək biz olan vaxtdan hələ yadıma gəlmir ki, hansısa bir oyunda futbolçular əzmkarlıqda uduzsunlar. Və bəlkə də bu gün bizim milli komandanın ən üstün cəhəti əzmkarlıqdır. Amma bizdə çatışmayan məqamlar başqadır. Bundan öncəki illərdə mən də razıyam ki, bizim milli komandamız çox yaxşı futbolçular və heyətə malik idi və bunun misalı belə deyək, Qarabağ Çempionlar Liqasında uğurlu çıxış edən vaxt əsas heyətdən 9 futbolçu yerli futbolçu idi. O vaxtı Qəbələdə qrupa düşürdü, onun 4 futbolçusu, 5 futbolçusu yerli futbolçu idi, Neftçinin özündə. O vaxtı bizdə başqa problemlər var idi, onu bilirik, yəni ora getməyək. Amma bugünkü gündə əzmkarlıq futbolçular istəyir. Yəni bəlkə də bizim bu son oyunlarımız Fransaya qarşı, Ukraynaya qarşı, bax o futbolçuların elə mübarizə aparması, ondan sonra FIFA serisi oldu. Gördük ki, o hava şəraiti çətin oldu, amma futbolçular heç kim özünü
belə deyək, sığortalanmırdı. Son təlim məşq toplanışı bilirsiniz, həmişə yayda milli komandada bu klubların bitəndən sonra yay toplanışı biraz çətin olur. Futbolçular istirahət eləmək istəyir, amma inanın ki, bu toplanışda hamısı iştirak eləmək istəyirdi. Hətta bəzilərində kiçik zədələr var idi. Hətta həkim onlara istirahət istəyirdi, amma futbolçular şəxsən zəng eləyirdi ki, biz milli komandada olmaq istəyirik. Bu yaxşı haldır. Bunu saxlamaq lazımdır, bunu artırmaq lazımdır. Bəli, futbolçularımız daha da inkişaf eləməlidir. Klubda bu deyək, mübarizəni udmalıdır, çox oynamalıdır. Yəni indi siz təmin edin ki, bizim 4 hücumçumuz üst-üstə dəqiqə ilə hesablasaq il boyu 3 oyun oynamırlar. Və qollar yoxdur, azdır. Yəni bu birbaşa milli komandaya təsir edir. Amma bu futbolçular rəqabəti aparmağı bacarmalıdır. Çünki necə ki bugün Emin Səfərov rəqabətdə uddu legioneri və bunlar da mübarizə aparmalıdır. Ona görə istək var və bizi qarşıdan gələn bu Millətlər Liqasında bilirlər ki, hədəfimiz nədir, qalib gəlmək istəyirik. Amma yenə deyirəm, bu futboldur, rəqib var, onlar da istəyir. Amma əsas odur ki, biz o vaxtda hansı formada olacaq, futbolçuların idman forması necə olacaq, ən önəmlisi odur. Axı, qulaq asdım, mənə bir maraqlı sual ortaya çıxdı. Biz üçümüz də burada etiraf elədik ki, milli futbolçular var ki, klubsuzdular və hətta sentyabra qədər klub tapmasalar çətin olacaq. Həqiqətən çətin olacaq. Amma mənə maraq doğuran məsələ nədir? Normalda milli futbolçunun ümumiyyətcə klub tapmanın problemi olmamalıdır. Çünki bu milli statusu daşıyır. Ümumiyyətcə milli futbolçu klubsuz qalmır adətən. Çünki hər kəs ondan yapışır da. Onda gəlib biz bir şey onda etiraf eləyək ki, bu gün bizdə üst səviyyədə futbolçular çox az olduğuna görə, yəni səmimi etiraf eləyək də, bu gün 22 nəfər deyirsiniz, milliyə çağırırsınızsa, bəzən məcburiyyətdən artıq siyahını doldurmaq üçün çağırırsınız. Çünki milli o statusda futbolçumuz çox azdır. Yəni bu hansı problem yaradır? Məsələn, biz bu gün düşünürük ki, hansı milli futbolçu sentyabra qədər klubsuz qala bilər və problem yarada bilər. Niyə klubsuz qala bilər milli futbolçusu? Burada bir çox məqamlar var. Ən məqamlardan biri odur ki, çoxu legioner olan futbolçularımızdır. Məsəl üçün, onlar Azərbaycanda çoxdan da çıxış eləmirlər və Azərbaycana yəqin ki, gəlmək istəmirlər. Xarici klublardan dəvət gözləyirlər. Onların menecerləri bu gələn təklifləri dəyərləndirirlər. Bəzən də yanlış yönəldə də bilirlər onları, düzgün klub seçim eləyə bilmirlər, tez-tez klub dəyişirlər. Yerli çempionatımızda milliyə namizəd olan futbolçularda o problem çox azdır. Yəni 1-2 futbolçu ola bilər ki, o da maddiyyat baxımından da. Məsəl üçün biraz yaxşı müqavilə istəyir, təklif istəyir, seçim eləyir, gözləyir və bunu istəyən klublar da həmin ərəfələrdə o yerə oyunçu gətirəndən sonra buna da təklif eləmirlər və bir də görür ki, vaxt gedib qalıb və bu ona pis təsir edir. Bax, o verilişin əvvəlində qeyd elədim ki, bir çox futbolçular belə səhv eləyə-eləyə karyeralarına böyük zərbə vurublar. Və bəzən də bunları yanında olan, o dediyim kimi onu hiss eləməyən, bunun karyerasına təsir eləyə biləcək zərbələr vuracaq, onu hiss eləmirlər. Amma biz də bax bu yolda çalışırıq ki, tövsiyələrimizi verək ki, risk atmasınlar. O dediyiniz məqam bugün heyət geniş deyil. Bunu hamımız bilirik. Bəli, rəqabət çox az idi və bugün bunun bilirik ki, fəsadları bəlkə də 1-2 il bundan sonra daha çətin olacaq. Bu da gəlir həmin o söhbətə ki, uşaq futbolu, akademiyalar, komandalar sayı çox, klublarımızın bəziləri gənclərə üstünlük verməlidirlər. Biz bütün klublarımız legionerə üstünlük verməsinin səbəbini də hərdən başa düşmürsən. Yəni suallar verirlər ki, legioner gətirməsək Premyer Liqadan düşəcəyik. Mən də sual verirəm ki, Karvan keçən il 12 legionerlə 1-ci liqaya düşdü, amma Azər Bağırovun Kəpəzə gəlişindən sonra 4-5 legioneri göndərildi və sezon bəlkə də qışdan sonra 7 yerli ilə Premyer Liqada qaldı. Yəni bunlara yəni bunlar belə deyək də çıxış yolu deyil. Bizdəki elə futbolçular var ki, sən elə legioner komandaya gətirə bilməyəsən. Amma həmin futbolçu iddialı komandada ehtiyatda qalıb. Bax bu məsələn Abdullah Rzayevi götürək.
Yəni bu gün Abdullah Rzayev kimi oyunçunu mən indi demirəm yuxarı, məsələn Qarabağ, Sabah, Neftçi, Zirət fikirləşmirəm. Amma ondan sonrakı Abdullah Rzayev kimi legioner neçəyə gətirmək olar ki və ya ondan yaxşısı gəlib elə bir gəlməyəcək. Yəni biz burada siz bax bu problemlər gəlir futbolçulara təsir eləyir. Bu gün məsələn Amini qeyd eləyək. Sabahda keçən mövsüm heyətə düşə bilmirdi, amma Zirədə çox yaxşı oyun keçirdi son oyunda. Yəni yerli futbolçularımız da biraz bu oynamaq istəməyini düzgün klub seçməlidirlər. Yəni oynadıqca inkişaf eləyəcəklər. Məsəl üçün Sumqayıtı qeyd eləyək, Nihat Əhmədzadə son oyunlar şans verdilər və bəlkə də elə davam eləsə A milliyə namizəd olacaq. Bəyənirik. Yəni amma Nihat ilk oyunlar, çünki mən U21-də çalışanda da Nihat ən sevdiyim futbolçulardan olub. Yəni bu futbolçuda var, amma o demək deyil ki, Nihat rahatlanmalıdır, Nihat rahat ona şans verilməlidir. Nihat da ona verilən şansı yaxşı dəyərləndirməlidir. Çünki o klubun da öz belə deyək də, klub da özü nə isə qazanmaq istəyir. Təbii ki. Nihat da orada uduzmamalıdır. Amma bu gün sual verək, biz yerli futbolçu indi gəlin gerçək deyək, bu hamımıza aiddir. Biz yerli futbolçuların səhvini deyirik. Məsələn bir qapıçı götürək, buna şans verdilər, səhv elədi, məğlub olduq. Amma bu gün neçə legioner klublara zərbə vurur və neçə legionerlər 5 aydan sonra göndərilir, 6 aydan sonra göndərilir. Yəni bu biraz yerli futbolçular həmişə birinci ön planda olur. Bu da normaldır. Yəni məsuliyyətli olmalıyıq da. Yəni biz yerli məşqçilər də, yerli futbolçular da ilk öncə biz bilirik ki, bizdən tələb olunur. Bu da normaldır. Bu məsuliyyəti üzərimizə belə deyək götürüb onu aşmalıyıq. Həm də bir şey var ki, üzr istəyirəm. Bəlkə ondandır ki, bizim futbolçularımız, yerli futbolçularımız çox tez pozurlar, yox, çox tez ulduz xəstələnir, çox tez rahatlayırlar. Yollar azlı, elə açıq deyil. Yəni çox tez rahatlayırlar. Bəlkə onları tənqid eləmək də bəlkə düzgün. Bəli, var, yox, razıyam. Bu böyük bir problemdir. Baxın, mən 2 il Şamaxıda çalışdım da. Ən çox gənc futbolçular inkişafından danışaq. Bunu nümunə üçün deyirəm. Yəni bir Rüfət Abbasov var idi, bir Edgar var idi, bir Oruc var idi, bir Emil Süleymanov var idi. Yəni biz bunlara o qədər inanıb gətirmişdik ki, amma bu gün Rüfət Abbasov hardadır? Edgar hardadır? Emil Süleymanov hardadır? Oruc, yəni inkişafından danışıram. Yəni eyni məşqlər idi, eyni yanaşmalar idi, eyni oyun idi. Amma Rüfətin özünə yanaşması çox güclü idi. Yəni Rüfət daha çox istəyirdi. Məsəl üçün, yəni real deyək də bu gün Neftçiyə əsas heyət oyunçusu kimi dəvət olmaq və yaxşı müqavilə məncə haqq elədi. Bəlkə də Edgarın potensialı ondan çoxdur. Və Orucu qeyd eləyə bilərəm ki, yəni Oruc bəlkə də heç kimə lazım deyildi. Yəni belə pis mənada demirəm. Yəni heç kim inanmırdı Oruca. Amma Oruc son oyun zədə almasaydı A millinin yəni siyasındaydı. Yəni o qədər orada inkişaf elədi. Amma Oruc indi dayanmamalıdır. Oruc o dediyiniz kimi o həm şəxsi həyat, həm gənclər bu gün bilirik ki, gənclərin belə deyək də biraz yaşayış tərzi, düşüncəsi başqa olur. Amma hər şeyin yeri var. O sənin idmanına, o sənin karyerava zərbə vurursa, sən oradan uzaq olmalısan. Ona görə bizim yerli futbolçularımızın, bəli, gənclərimizdə burada axsamağımız var, amma yaxşılar da var. Məsələn, legionerlərimizi götürsək, bu gün mən öz keçmiş komandamdan danışıram. Niyə başqa cür anlamasın? Yəni onların o necə inkişafı gözümün qabağında oldu və yanaşmaları necə oldu. Məsəl üçün Kərim Rossi. Yəni 32 yaşı və yəni bəlkə də biz bir çox hücumçulara baxdıq, anlaşa bilmədik və inanın ki, onun yaşını tanımırsan da, fikirləşirsən ki, riskdir sənin üçün. Amma Kərim Rossi gəlib bir aydan sonra adaptasiyası çox yaxşı getdi və o ilə həmişə söhbətdə o deyirdi ki, mən Azərbaycan mənim üçün çox rahat ölkədir, qalmaq istəyirəm və çalışmaq istəyirəm və heç vaxt məşqdən narahatçılıq, yorğunçuluq gileylənmədi və Balano qeyd eləyək. Yəni bir adi futbolçu idi, inanın mənə, Portuqaliya 3-cü liqasında bir adi bir oyunçudur. Bəlkə də o liqaya baxıb Balano görəcəksən, görməyəcəksən sual altındadır. Amma bu gün iddialı Turan Tovuza həm də klub pul qazandı.
Hə, demək ki, o futbolçular çox çalışdı. Yəni orada özlərinin böyük əməyi var. Və digər futbolçular da var. Yəni onu demək istəyirəm ki, futbolçu hiss eləsə ki, mənim karyeram qısadır. Mən bu karyeradan maksimum istifadə eləməliyəm. Mən bu karyeradan böyük pullar qazana bilərəm, atsan qazana bilərəm. O futbolçu inanmıram ki, nələrsə eləsin. Yəni hər şeyi özünün kontrolunda eləyir. Biraz o pul gələndən sonra o futbolçu fikirləşə bilmirsə, mən bunu bir gündə itirə bilərəm. Ona görə bizim çox böyük potensiallı futbolçularımız çox təəssüf ki, bu gün o karyeralarını tez bitirdi. O belə deyə öz piklərinə çata bilmədilər. Tamam, bayaq qeyd edildiniz. Həqiqətən siz Şamaxıda işləyəndə də hələ milli məşqçi deyildiniz. Təklif edirsiniz futbolçulara ki, yəni əgər güclü iddialı klublarda oynaya bilmirlərsə, həqiqətən bunun böyük pullar var da, Sabahda, Neftçidə, Qarabağda çətindir ora düşmək. Gəlsinlər deyə oynasınlar Şamaxıda, məsələn, Kəpəzdə oynasın, Sumqayıtda, nə bilim də, İmişlidə. İndi maraqda artıq millinin baş məşqçisiniz. Yenə həmin o fikirdə qalırsınız. Məsələn, sabah həmin futbolçu gedib İmişlidə əsas heyətdə oynasa və yaxud da deyək ki, Şamaxıda, Qəbələdə siz onu diqqətə saxlayıb təbii ki, oynamalıdır öz yerində. Milliyə dəvət ala bilərmi? Yəni Arxangelsk futbolçu mən bu günləri gedib orta vaxt komanda oynasam belə milli məşqçinin diqqətində olacam. Əlbəttə, əlbəttə. Yəni bu dəqiqə bilirsiniz, bizdə yəni elə situasiya gedir ki, ola bilər 1 ildən sonra elə bizim çempionatımızda aşağı deməyək, yəni 4-5 enəcək. Orada oynayan futbolçular gələcək milli komanda və ya legioner. Çünki yəni bu biz bax inanırıq da, bəzi futbolçulara inanırıq. Okay, hamımız inanırıq. Bu gedib oynamır 5 dəqiqə, 10 dəqiqə. Amma milli komanda nəticə olmayanda, yəni istər-istəməz bir gün bu suallar duracaq da, yəni okay. Əlbəttə, amma nəyə gəlir? O dediyimiz futbolçular o klubda necə deyim, o klubda lider olmalıdır. Getdiyi məsələn bu gün gedib Kəpəzdə liderdir. Məsəl üçün sual verirəm, bu gün Premyer Liqamızda hansı komanda yerli hücumçu oynadır? Yerli hücumçu yoxdur ki, demək olar. Hücumçu yoxdur. Məsələn gənclərimiz var. Musa Qurbanlı zədələnməmişdən qabaq çox yaxşı formada idi. Bir nəfər Musa. Bəli. İndi gəlirik. Bu gün bizim gənclərimiz var idi. Neftçidə Salyanski və digər. Məsəl üçün neçə il Neftçidə oturacaq? Salyanski məsələsinə çox doğru deyirsən. O vaxtda getməli idi. Amma məsəl üçün gəlib Şamaxıda, Gəncədə məsəl üçün bir 5 qol vursa, istərsəməz bu milli komandaya dəvət alacaq. Həmin Rıza Cəfərov Neftçinin ehtiyatında oturmadan gəlib Qəbələdə oyun praktikasını qazandı və geri qayıdaraq artıq heyətin namizədləri. Eyni Abdullah Rzayev oynamırdı. Şamaxıda yaxşı oyundan sonra milli komandaya təklif aldı. Yəni deməyim odur ki, əlbəttə bu gün məsələn elə oyunçular var ki, onlar milli komanda səviyyəsindədirlər. Onlar bizim U21-imizdə çıxış ediblər. Bu gün Fərid Yusifli dayaq yarımı müdafiəçi kimi bəlkə Azərbaycan 1 il bundan qabaq Azərbaycanın U21-lərin kapitanı olub. Yəni demək ki, bunun potensialı olub da Neftçidə debüt elədi, Neftçidə neçə oyun oynadı, Turan Tovuza gəldi. Amma bu 1 ildir futbol oynamır. Amma bu gün yəni yazılanlardan deyim, indi bilmirəm rəsmidir, yəni Şəfaya transfer olmalı. Bəlkə də sabah gəlib Şəfada lider olandan sonra o əlbəttə bizim fikrimizi belə deyək, maraqlı olacaq bizim üçün. Sumqayıta qışdan sonra gəldi Emin Mustafayev. İstedadlı futbolçu idi. Bilirik ki, 2 il bundan qabaq milli komandamıza gəlmişdi. Bütün media ondan yazdı. Amma 2 il futbol oynamadı. Amma son oyunda, Sumqayıtın son oyunu evdə oynayırdı. Qarabağla həqiqətən yaxşı oynadı. Demək, belə oynayandan sonra biz istər-istəməz Emini, yəni misal, niyə adlar deyirik, bu yəni hamıya şamildir. Yəni Emin də dəvət ola bilər və ya digər. Ona görə demək istəyirəm ki, yəni bu gün futbolçular elə fikirləşməsin ki, mən Kəpəzdə, ya mən Şamaxıda və ya digər komandada oynasam milli komandaya çağırılmayacağam. Yox. Oynamaq kifayət eləmir, amma oynayıb lider olmaqla. Sadəcə heyətə düşmək bəs eləmir. Bəli, Şamaxıda yəni biz Balaodan danışmamalıyıq, biz Ricardodan danışmamalıyıq, biz Edgardan danışmalıyıq. Onda Edgar milli komandaya dəvət olacaq. Məsələn, keçən il Rüfət niyə dəvət oldu? Çünki hamı Rüfətdən danışır. Rüfət ən çox asist eləyən 2 il belə deyək, ehtiyatda çıxmadan oynayan tək futbolçudur.
Yəni 33 oyun, keçən ildə 30 oyun, yəni bu oyun. Yəni bu futbolçular bu yükü, o həmin dediyim bu yükü üzərlərinə götürüb çalışmalıdırlar və əlbəttə dəvətli olacaqlar. Dəvət demişkən, sizi milli komandaya indiyə qədər dəvət edib, karyeranızda dəvət eləməyiblər. Bəli. Milli komandada oynamamısınız. Mən düşünürəm ki, ən azından yəni milli komandada dəvət almalı idi. Çünki bir qədər əvvəl bu barədə danışırdıq, rəqabət çox yüksək idi. Təbii ki, sizin də Bəli. özünüz yüksək idi, amma ən azından bir dəvət almaq olardı. Bu barədə danışarıq. Milli komandaya dəvətə qədər. Ümumiyyətlə Ayxan Abbasov haqqında həmişə milli hazır Şamaxıda işlədiyi, Zirədə, Sumqayıtda işlədiyi, Turanda işlədiyi məşqçilik, amma futbolçuluğu haqqında çox da müzakirə olunmur. Mən düşünürəm ki, qısaca bir nəzərə salardıq. Ayxan Abbasov futbola harda gəlib, necə başlayıb? Demək, yaxşı sualdır. Bu zonada başlamışdım. Bu zona qəsəbəsində ilk müəllimim İlham müəllim olmuşdu. İndi də Zirədə çalışır Qurbanov. O da özü də futbolçu, Xəzrin olsa. Və biz elə bu zonada da böyüdük. Ondan sonra həmin o komanda bu zonada Bakı çempionatında çıxış eləyirdi. Həmişə Sumqayıt, Turdaverzi vardı, Ezdişor, belə çox rəqabətli çempionat var idi. Ondan sonra Feşeyim deyilən biri var, Böyük ağa müəllim vardı. O da dünyasını dəyişib, Allah ona rəhmət eləsin. O bizi Feşeyimə dəvət elədi və biz o Feşeyimdə son illəri orada çıxış elədik və orada milli komandaya dəvət olduq. U21-ə qədər bütün aşağı yaş qruplarında həmin o Avropa çempionat seçmələrində hamısında çıxış eləmişik və hətta özümüzdən 1 yaş böyüklərlə çıxış eləmişik. U21-də də o vaxtı bilirsiniz 79, 80, 81 idi. Biz 79 doğumlu təvəllüdlərlə çıxış eləmişik. Sonra elə oldu ki, bizim bu milli komandada oynaya Xəzridə ilk debut eləmişdim. 15-16 yaşım var idi. Bakı fəaliyyəsindən oyun idi. Rəşid Özbəyov şans vermişdi. O bilirsiniz, o yaddan çıxmır da o gün. Yəni bilirsən, arzuladığın gündür. O gedib məşqlərinə baxdığın futbolçularla bir gün səni 15-20 dəqiqə futbola oyuna buraxırlar. Ondan sonra biz millidə çıxış eləyə 18-də çıxış eləyirdik. Bilirsiniz ki, Şəfa klubu yaradıldı. Və bu Şəfa klubunda biz neçə il ardıcıl çıxış elədik. Bəlkə də o futbolçu olmağımızın səbəblərindən biri də mütəmadi oynamağımız idi. Orada bizim yaxşı oyunçularımız var idi. Yəni Zahir Tağzadə, Elçin Rəhmanov, Emin İmaməliyev, Aftandır Hacıyev, Ruslan Musayev. Yəni milliyə demək olar ki, bizim Zahir Həşimov, bizdən milliyə hər kəs rahat gedə bilirdi. Hətta yadımdadır, Mahir Şükürov əskərlikdən gəldi. Onu Şəfaya dəvət elədilər və o Şəfada 1 il çıxış edəndən sonra milli komandaya Samir Abbasov. Yəni o Şəfa belə biz gənclər evi deyək də, gənclər üçün həmişə açıq qapı olurdu. Çünki o vaxtda çempionatımız belə güclü dövrdü. Yəni real danışaq, belə rəqabət ancaq yerli futbolçulardan. Yəni 200 komanda legioner gətirərdi. Amma daha çox yerlilər oynayırdı. Dediyiniz milliyə bir dəfə yoldaşlıq görüşünə Şəfada Əskər Abdullayevin vaxtında yoldaşlıq görüşünə dəvət almışdım. Həmin oyunda Aleksandr Səmədov da səhv eləmirəmsə gəlmişdi. Və bizim cinahda çox böyük rəqabət var idi. Yəni Kamal Quliyev, Mübariz Orucov, Mahir Şükürov, Zahir Tağzadə, o vaxt biraz sistem də başqa idi. Yəni milliyə düşmək üçün bu 6-7 futbolçudan onlar arasında seçim oldu və əlbəttə məşqçilər də yəni baxırdın ki, düz seçim eləyirlər. Yəni Kamal Quliyev Ukraynada çıxış eləyirdi, Mahir Şükürov sonra legioner oldu. Digər Zahir Tağzadə ən yaxşı Emin İmaməliyev. Yəni gənclər də gəlirdi. Ona görə o vaxtı baxsan milli komandanın ən bunu həmişə öz aramızda zarafat eləyirik. Ən belə deyək də rəqabətsiz yeri sol zaşindi idi. Heç kim yox idi. Emin Ağayev, ondan sonra Ədəhim Niftəliyev və həqiqətən sol zaşini çox vaxt yadınıza salın, sağ ayağı solda oynadırdılar. Amma indi təəssüf ki, sol ayaqlar çoxdur. Biz sağ müdafiəçi tapa bilmirik. Yəni biraz da tərsinə maraqlı. Hücumçuya baxsaq, gəlin hücumçu rəqabətinə baxardıq. Vadim Vasilyev, Fərrux İsmailov, Nadir Nəbiyev, Qurbanov. Yəni yadıma sezona 40. Hələ mən biz baxdığımız yəni rəqabət çox idi. Ona görə çətin idi milli komandaya düşmək. Amma dediyim kimi bax bu U21-ə qədər milli komandalarda oluna bilirsiniz. Şəfa, Turan Tovuz, Qarabağ,
MTK Arazda o dağılan Bir maç Oynamadısa bir İslam. oyun Bir oyun desəm, iki oyun Avroliqa oynadık. Cross Cross-la ilə oynadıq. başladıq. Hə, daha çox Turan Tovuzda biz Hacı Şensoyun vaxtında belə deyək son anda Avroliqaya getmədik. Inter Bakıda iddialı komandamız var idi. Son illər Qarabağda o Avroliqanın belə deyək ilk addımlarını Rustenburgdan həmin heyətdə və 2-3 il o heyətdə olmuşuq və o da bizim üçün böyük bir təcrübə olub. Ben bir şey hatırlıyorum, Axamam, səhv eləmirəmsə 2001-2002, çünki dəqiq yadımdadır, siz Moyka getmişdiniz. Bəli, bəli, Orada səhv eləməmsə ağır zədə olmuşdu, Bəli, sizin bəli. problem. Siz bir il futbol İl yarım. İl yarım. Səhv eləmirəmsə ondan sonra biz futbolu hətta təklif olundu ki, sizə bəlkə buraxasınız futbolu yaxınlar tərəfindən. Belə bir şey olmuşdu. Olub. Necə oldu ki, təzədən qayıtdınız futbola? O həqiqətən orada bilirsiniz bizim əskəriyə getməyimiz də biraz gündəm olmuşdu. Şafa Avroliqa oynayırdı. O vaxt Afan prezidenti ilə Moik arasında biraz anlaşmazlıq oldu və həmin o bizim pokoleniya deyək də nəsil eyni vaxtdaydı və 9-10 nəfər Moikə getmişik və hər kəs dedi ki, Moik Bilç yaxşı olacaq, çempionluq olacaq və birdən-birə mən və Aftandır, Emin İmaməliyevi icazə vermədilər ki, Avroliqada kömək eləsinlər və biraz uzandı söhbət. Sonra məni icazə verdilər, Eminlə Aftan qaldı Şafada və elə oldu ki, ikinci oyun idi Moikdə, ayağım sındı və o həmin çempionat dayandı. Sonunda məlum çempionat bir 5-6 aydan sonra dayandı və bir ildə futbol bir mövsümdə futbol olmadı və çox ağır bir mənim üçün də həqiqi psixoloji və sağalmırsan indiki medisina, indiki bərpa yox. İnanın ki, elə yayı dənizdə sağaltdım özümü də. Dəniz qumunda qaç. Kimə deyirdin? O vaxt deyirdi ki, ən yaxşı dəniz qumudur, dənizdə qaçmaq. Elə həqiqətən də elə o mənə kömək oldu. Çünki O zədə harda olmuşdu? O zədə topuqdan yuxarı inciki sümüyü sınmışdı. Kəpəzlə oyun idi səfərdə. Və elə oldu ki, çempionat dayanmışdı və çempionat bərpa oldu. Mən də fərdi məşq eləyirdim. Bir gün oturmuşdum. Məmməd tanıyırsınız da. Qəniyev. Zəng elədi ki, bəs Şafa yığılır. Bəs sabah gəl Şafaya məşqə də. Dedim yaxşı. Əskər mənim deyir ki, gəlsin. Elə Şafaya gəldim. Həmin sezon başladı və yadınıza gəlirsə Sənan Qurbanov 6 qol vuran ili var idi. 9 asistlə elə bir hamı deyirdi ki, Sənan sən vurmursan da Ayxan verir. O vaxt Əskər Abdullayev, Yaşar Vahabzadə və Şakir müəllim çalışırdı Şafada və biz həmin ili çox yaxşı çıxış elədik. Ortalarda gedirdik, yəni Avroliqaya düşə bilmədik və ondan sonra Turana getdim. Və bax o period elə idi ki, həmin vaxtlar o bir il yarım futbolsuz qalmaq, maaş yox idi, iş yox idi. Bir çox futbolçular Rusiyaya işləməyə getmişdi. Belə fikirlər gəlirdi, amma həqiqətən həm dəstək oldular, həm ki görürdülər mən necə həvəsdə idim və tək məşq eləməlisən. Yəni komandan yoxdur. Çünki Xəzər Universiteti qalmışdı, Şəmkir qalmışdı, Neftçi qalmışdı, amma digər komandalar yox idi, belə o idi. Çox çətin idi və o Şəfiyə qayıtmaqla o 21-in son siklı qalmışdı. Onu oynadıq və ondan sonra Turan karyerası bax belə uzandı. Turan karyerasını danışaq. Çünki sizi Turanda sonra da məşqçi kimi dəyişdiniz. Turandakı futbolçu karyeranız necə yazılır? Məncə futbolçu karyeram ümumən yəni bizdə bir dəyişiklik oldu. Türk məşqçi ilə çalışmaq və həmin ili son anda getmədik Avroliqaya. Çox yaxşı komandamız var idi və getməməyimizin səbəbi inanın ki, komandadakı belə deyək, məşqçi, rəhbərlik, biraz o kənar müdaxilələr çox mane oldu. O təzyiqi atdalana bilmədik və Karvanla evdə oynayırıq. Oyunu utsaq Intertotoya düşürük. Şəmkirlə səfərdə uçsaq ya Qazaxla belə deyək də rahat gedəcəyik və sonradan məlum olur ki, Şəmkir və
Qazağa stimullaşdıranlar elə Tovuzun özündəndilər. Yəni istəmirdilər ki, Naci Şənsoy uğurlu olsun və ya belə şeyləri atlandıra bilmədilər. Qusarla yadımdadır, evdə oyundan sonra 1-1 oynadıq. Bütün stadion istefa qışqırdı. Bax, bu mübarizələr var idi, amma çox yaxşı komanda var idi. Siz necə bir heyət yığmışdı. O vaxt U21-in uşaqlarını çağırmışdı yerli. Elnur Abbasov, Aftandir Hacıyev, Camal var idi. Camal, Romal Hüseynov, Kamran da bizlə idi, gənc idi, mən idim və qalan Nadir Nəbiyev, yaxşı, qalanlar da legionerlər idi və dediyim kimi də, yəni yaxşı da futbol oynayırdıq və son anda həmin ildə rəqabət yaxşı idi. Yəni Lənkəran çox gözəl komanda yığmışdı, Neftçi idi. Yəni Karvanın özü idi, Bambanı gətirmişdilər. Yəni bəlkə də bu illərə müqayisə eləsək çox həvəsli il idi. Hər klublarda Çünki təzə dəyişmiş. Təzə dəyişmiş və o vaxtı maliyyə klublara çox böyük maliyyələr oldu və biz o vaxtı indi rahatdır da təhlil eləmək və baxırsan ki, düzgün pullar xərclənilmədi. Kör-körana xərc. Bəlkə də o pulları təlim məşq bazalarına qoyulsaydı, akademiyalara qoysa, baxın, həmin vaxtı bir Lənkəran stadionu tikildi, indiyə kimi qalır. Yəni Yevlax stadionu tikildi, indiyə kimi qalır. İmişli stadionu tikildi, yəni qalır. Yəni baxsan çox az bu stadionlara xərcləndi. Daha çox lazımsız legionerlər, məşqçilər bu gəldi. Yəni deməyim odur ki, Turanda ondan sonraki mövsümdə yarımçıq qaldı. Bilirsiniz ki, o məşqçi və klub rəhbərliyi arasında göndərilmək. Yox, Musa elə o vaxt Naci Şənsoy gəldi və Turan büdcə azaldı və ondan sonra Turan bəlkə də 9-10 il iddiasız oldu və hətta 1-ci liqaya düşdü və həmin vaxtda 2004-2005-də iddialı olmuşdu. Ondan sonra da məşqçi qismət oldu və həqiqətən bu yaxşı bir hissdir ki, oynadığın komandada məşqçi olmaq. Onun biraz bir insani baxımdan başqa hisslər var olur. Əgər bir Tovuzlu özünü Tovuzlu hiss edirsə, klubun azarkeşi hiss edirsə, o Turan komandasına qarşı belə addım atırsa, onun haqqında heç cür belə deyək, müsbət fikir bildirmək olmaz da. Yəni bu maraqlıdır ki, bu təkcə Tovuzda deyil. Məsələn, Gəncədə də var, etiraf eləyək ki, var belə. Bunu necə izah eləmək olar? Yəni bir adam pis adam ola bilər, amma yəni bu təkcə pis adamlıq deyil də. Yəni bir nəfərlik olsa deyərsən ki, bu bir adamın günahıdır. Bir nəfər getdi, nəsə bir iş gördü falan. Bu bir nəfər deyillər də. Bunlar qrup şəklindədirlər. Çünki Kəpəzin də masasında mən yaralı yerimdə. Hər dəfə deyirlər ki, Kəpəz haqqında çox danışırsan. Yəni istədiyimizdəndir. Yəni necə ola bilər ki, bir qrup insan 10 nəfər, 20 nəfər də deyil, çoxdular, sayları çox olar. Onlar öz şəhərlərinə qarşı, icmalarına qarşı çıxırlar. Bunun bir izahı düşünmüsünüz bu barədə? Sadəcə pula görə ola bilərmi? Yox, bu biraz əlbəttə gəlin real danışaq. İndi o bölgədən olan hər kəs istəyir ki, yəni bu bölgə mənimdir, bu şəhər mənimdir, bu rayon mənimdir. Mən işləməliyəm, mən çalışmalıyam. Amma bu futbola aid bir məsələ deyil də. Yəni belə deyək də, icra hakimləri hamısı o rayondan deyir ki. Bəli. Ya baş həkim o rayondan deyir ki, demək ki, tələbat var ki, ora baş həkim də gəlir, direktor da gəlir, icra da gəlir, eyni şey məşqçi də gəlməlidir. Yəni bu gün əlbəttə o şəhərdən, məsələn, bu gün Azər Məmmədovu Gəncədən qoydular. Çox yaxşı bir belə deyək, yaxşı haldır. Çünki niyə? Çünki o şəhərdəndir, oranı daha yaxşı hiss edir. Yəni indi Azər Məmmədova dəstək olmaq lazımdır. Həmin o hansı ki o deyirdi ki, Gəncəli olmalı. Bu gün Gəncəli var orada. Yəni o yetişsin sonra da. Yəni birdən onu demək istəyirəm. Yəni bu gün gəlirsə o şəhəri təmsil eləyirsə, o da elə o şəhərdəndir. Yəni o şəhərin uğuru üçün, o rayonun uğuru üçün çalışırsa, bu gün legioner məşqçi gəlibsə, elə o da o Turan Tovuzu təmsil eləyir. Yəni oranın uğuru üçün çalışır. Ona dəstək olmaq lazımdır. Məsələn, Sumqayıta Saşeliç gəlib. O Saşeliç serbdir deyə onu özümüzdən saymırıq. İşləyir o Sumqayıt üçün, işləyir başqası gəlir. Nə vaxt Sumqayıtlı məşqçi məsəl üçün o səviyyəyə çatar ki, həqiqətən də Samir Abbasov işlədi də. İşlədi, yəni digərləri də olacaq, işləyəcəklər. Əlbəttə digərləri olarsa mən də bu gün düz qeyd elədiniz ki, yəni hazır olanda biz də onun tərəfdarıyıq ki, əlbəttə öz yetirməvə ola bilər heç o klubda oynayıb, o da oralı sayılır. Yəni bu gün Turan Tovuzda əgər 3 il, 4 il çıxış eləyibsə, Kəpəzdə çıxış eləyibsə, Şəfada çıxış eləyibsə, o futbolçu, o da
klubun yetirməsidir. Klubun belə deyək də təmsil edir. Məncə buna biraz vaxt lazımdır. Bu biraz da xasiyyət, bölgə xasiyyətindən də irəli gəlir. Bu həmişə olacaq. Bundan qaçılmazdır. Amma bir klub uğurlu olmaq istəyirsə, hamı istəməlidir. Yəni hamı istəməsə o klub inkişaf eləməyəcək. Yəni bu klubun rəhbərindən tutmuş azarkeşə qədər, klubda çalışana qədər bir düzgün seçim olmalıdır. Yəni bu misal bizim klublarda misal çəkə bilərik ki, düzgün işləyən klublar nəticə qazanır və neçə ildir iddialıdır. Qarabağı qeyd edə bilərik, Sabahı qeyd edə bilərik, Zirəni qeyd edə bilərik. Yəni baxsan digər komandalarda yaxşı pul olur, yaxşı transfer eləyirlər, ildə məşqçilər dəyişirlər, amma uğur yoxdur. Yəni uğur olmaq üçün klubda hər kəs öz işini görməlidir, peşəkar. Klubların hərəsi özünə məxsus yanaşması ola bilər. Burada səhv yoxdur. Yəni bir klub bu cür yanaşır, digər klub bu cür yanaşır. Amma ən önəmlisi klubda hər kəs öz işini görməlidir. Peşəkar olmalıyıq, peşəkarca yanaşmalıyıq. Çünki müvəqqəti uğurlar olur. Bizim klublarımızın bir çoxunda müvəqqəti uğurlar olub. Amma görürsən ki, düzgün iş görməyəndə, təməli düzgün qoymayanda və görürsən ki, 1 il, 2 ildən sonra o qoyulan bütün sərmayə hamısı boş-boşuna gedir. Klubun hətta dağılmasını da Bəli, dağılan klublar da olub. Bir sual da verim axamamsa. Daha iki sualı birləşdirəcəm bir sualda. 4 klubda işləmisiniz, səhv eləmirəmsə. Mənim maraqlı 4 klubdan ayrılanda hansından daha rahat ayrılmısınız? Bu bir sual. və hansına rahat ayrılmamısınız. Bax, inanın, 4 klubda hərdən indi olur da bu məsələn söz-söhbətlər çıxır ki, inciklik. Əlbəttə inciklik ola bilər. Yəni yalan durub da səmimi deyim ki, inciməmişəm. Yox, amma hər klubun özünə məxsus mənə yaxşı mənada qazanan tərəfi olub. Ən rahat onu demişəm, Şamaxıdan ayrıldım. Çox rahat ayrıldım. Çox rahat ayrıldım. Necə rahat? Elə rahat olmadı. Baxın, son oyun idi Qəbələ. Qəbələ oyunundan sonra həqiqətən soyunub geyinmə otağında danışa bilmədim. Yəni o çalışanların, futbolçuların kövrəldiyini gördüm. Heç nə deyə bilmədim. Yəni necə mənada buna sevindim. Buna sevindim ki, yəni burada bir ailə var, burada bir ailə dəyəri var, bir-birimizə hörmət eləmişik. Amma gördüyüm işin bəhrəsini görə bilmədiyim klublar olub. Məsələn, bunu Turan Tovuzda oldu ki, çox ağır biz mərhələni keçmişdik. Və belə deyək də, həmin o son dönəm idi. Yəni belə alındı. Yəni o incimək deyil, amma istəyərdim. Eyni Sumqayıtın özündə, yəni siz bilirsiniz ki, həmin vaxtlar biz yerli futbolçularla mən çıxış eləyirdim və mən o günü gözləyirdim ki, və inanın ki, yerli futbolçular da hər il ən yaxşı yerlər çıxıb gedirdi. Bilirsiniz, oradan Əmir Ağayev getdi, Rəhim Sadıqov getdi, Aleksey İsayev getdi, Şəhriyar getdi, bir Mehdi Cənnətov getdi. Yəni indi yadıma gələn futbolçular. Və biz nə edirdik? Murad Xaçayevə şans verirdik, Xəyala şans verirdik, Səbuyə şans verirdik, Rüfətə şans verirdik və 2 il dalbadal Avroligaya getmək, final oynamaq və rəqiblər də çox, yəni Neftçi, Sabah, Zirə bu rəqiblərlə mübarizə aparır. Qarabağı yarım finalda keçmək və heç kim demirdi, yəni özü ilk 120 dəqiqə Dapanliton oldu, 11 metrədə, yəni 11 metrədə keçdi. Yəni nə demir? Bu yerli futbolçular məndə. Bu gün o Vurğun çıxış edirdi yerli futbolçulardan, Tellur gəlmişdi. Və o günü gözləyirdim ki, legioner icazə veriləcək. Yəni rəqabətim daha da böyük olacaq və elə bir legionerin gəlməsindən qabaq qismət olmadı. Yəni o deyirsiz harda. Yəni ona görə Orada bir cümlə işləmişsiniz. Deyəsən klublarda işlətmişsiniz ki, mən gəldim dedim ki, klubda nəyisə dəyişmək lazımdır. Yox, həmin ili də müqayisə eləsək, biz qış qutardı və 5-liyə düşməmişdik, amma xal fərqimiz 4 idi və yəni Sumqayıtda belə bir aura var idi ki və komandamızdan keçən ilki komandamızdan 7 futbolçu getmişdi və sanki elə bir mənə təzyiq oldu ki, yəni baxdım, yəni mən Qarabağ, Sabah, Neftçidə işləmirəm də, yəni 4-lükdə olmalıyam və xal fərqi azdır və biz kubokda varıq, Qəbələ ilə düşmüşük. Qəbələni keçsək finala çıxırıq.
Hə, mən o cəhətdən demişdim ki, yeni 3-4 futbolçu gətirməklə biz yenə də Avroliqa oynaya bilərik. Amma həmin ili mən Qəbələyə də məğlub oldular və güclə Premyer Liqada qaldılar. Bilirsiniz ki, 6-7 oyun heç nə dəyişmədi, yəni. Yəni belə deyim ki, nə isə gələn məşqçi orada bir fantastik bir iş görür. Durub əl çalacaq. Bu gün biz gələn məşqçilər klublarına xeyir verəndə mən həmişə deyirəm, fərq eləmir. Legioner məşqçi demək gəlibsə bu ölkəyə, bu kluba xeyir verirsə, bu alqışlanmalıdır. Çünki bizim buna ehtiyacımız var. Hamı yerli işləyə bilməz. Elə bir şey yoxdur. Amma bu gün bizim Premyer Liqamıza çox rahat şəkildə gəlirlər. Yəni baxırsan bunun biz deyirik ki, biz çıxa bilmirik. Yəni biz neyniyək ki, çıxaq? Bu gün bizim Premyer Liqamızda 3-cü liqada çalışan məşqçilər gəlir. Bizim Premyer Liqamızda Samir Abbasov Azərbaycan çempionu olub. Niyə gedə bilmir? Yəni Elmar Baxşev 2 dənə Avroliqaya komanda çıxardıb. Niyə gedə bilmir? Yəni demirəm də bir Sloveniya olsun, bir. Yəni o başqa bir işdir. Yəni onu biz o məşqçi işidir. Yəni bu gün bizim futbolçularımız da çətinlik çəkir. Biz futbol sferasında o adı qazanmamışıq. O adı qazanmalıyıq. Yəni bu. Amma bizim Premyer Liqaya bəlkə də nə isə görüblər. O məşqçidə potensial görüblərsə, lap həvəskar liqadan da şans verə bilərsən. Amma görmək lazımdır. Onu izləmək lazımdır. Amma yəni Portuqaliyada ola bilər. İkinci liqada işləsə Portuqaliyada. Ola bilər. Portuqaliya deyil. Portuqaliyanın futbol məktəbi yaxşı. Amma yenə deyirəm, izləmək lazımdır. Yəni o gəlsin. Bir ildə bunu güdaza verdik. Yəni bu qədər pul getdi. Ömürdən getdi. Bu klubun haqqına da girmək var axırı. Yəni bəli, o məşqçini tapıb gətirsən 3-cü liqa, bu rəhbərin işi budur. Tapmaq klubuna uyğun məşqçi tapmalıdır. Bu gün Sabahın məşqçisini kim nə deyə bilər? Yəni bu adam gəldi, yəni o heyətdə necə son transferləri, yəni klubun görsəsi necə seleksiyası. İndi necə nə deyə bilərsən? Turan da Avroliqaya çıxdı, indi bilirik ki, hansı səbəbdən Neftçi son anda müqavimət göstərir. Neftçini qeyd eləyək. Məşqçi gələndən sonra, yəni gəlin gerçək deyək də, yəni bəlkə də fikirləşirdik ki, bu əl çatmazdı, amma elədilər. Mümkün görsənmirdi. Onu demək istəyirəm. Amma baxsaq digər komandalarımızın 5-ci bilinmirdi. Bax görürsüz Turan getmədi də, düzdür. 5-ci yer tutsaydın Avroliqaya getmək lazım. Demək Sumqayıtla Araz Naxçıvan biraz da səy göstərsəydi, dayanmasaydılar getmək olar. Yəni nə demək istəyirəm? Bu mübarizə çox olsa, bu rəqabət çox olsa, valla futbolumuza xeyir olacaq. Amma digər baxımdan çempionatımızın gözəlləşməsi üçün şərait və stadionlar da vacibdir. Çünki bizim çempionatımızın içi pis deyil. Yəni o fiziki cəhətdən, futbol baxımından, yəni zəif çempionatımız deyil. Çox çətindir burada və görürsüz ki, nə qədər futbolçular gəlib burada rahat çıxış edə bilmir. Və burdan da baxın, çox belə bilmirəm, siz də fikirləşmirsiniz, yəqin ki, fikirləşirsiniz. Qarabağdan legionerlər gedir. Niyə Celticə Duran getdi? Duran Celticə özdə bizim pulacında 15 milyon manata yaxşı, biz bir dənə Elvini sata bilmədik. Niyə? Yəni Elvin neynəməlidir? Elvin Toral getdi birinci liqaya. Mən bu düşünürəm. Yəni həqiqətən ya Duran gəldi 5 qol vurdu, bildik də vurub da, yəni çox sağ olsun. Amma gələnə qədər heç kim idi də. Bəli, o Qarabağ. Burada yetişdi. Qarabağ özü getdi 5 qol. Sən Ukraynaya gedən Andraden getdi. Yəni nə demək istəyirəm? Legionerlərə daha çox üstünlük var bizim çempionatda. Yəni demək ki, bizim çempionata baxılır. Bizim çempionatımızın dəyəri var. Bu gün Celtic Qarabağdan oyunçu alırsa və ya digər. Yəni nə deməsin, bəs bax Elvinin bəlkə də adı başqa olsaydı, Elvin böyük klublara gedəcəkdi. Yəni bu inanıram ki, bu da keçicidir. Bunu da biz keçəcəyik. Bu da bəlkə 1-2 futbolçumuz gedib uğurlu olmalıdır. Buna kömək olmalıdır və bu gün deyirlər Gürcüstandan və ya digər ölkələrdən çox legioner var. Baxırsan, araşdırırsan, burada başqa diasporun rolu var. O klubda çalışan bir Azərbaycanlı var. O millətli Gürcü var. Yəni bugün bizim Spartak Moskvanın sahibi Azərbaycanlı olursa, demək ki, orada bir 2-3 Azərbaycanlı vaxtı ikən getsəydi bəlkə böyüyə bilərdi. Yəni bax burada biraz patriot. Hər şey futbolun meydançanın içində deyil. Onu demək istəyirəm. Hər şey meydança deyil də. Biz səhvi ataq məşqçilər və ya futbolçuların üstünə. O deyil. Amma dediyim kimi çempionatımız günü-gündən, yəni bunu gerçək demirəm, bu Avroliqanın ilk turuna baxsaq sevindik.
Çox rahat idi, düzdür. Rəqiblər təbii ki, o qədər də güclü deyil, amma biz onlara güclü deyil gözü ilə baxa bilirik. Amma biz bundan da zəif rəqiblər uduzmuşuq. Bəli. Moldoviyanın ən Bəli, zəif bəli, vaxtı rəqibinə Lənkəranın ən güclü vaxtı gəldilər. Bəli, bəli. Gəlin, bax burada bu gün dünyada zəif rəqib yoxdur. Yəni nə mənada? Okay, reytinq var, oyunçu keyfi, amma hər an hər şey ola bilər. Yəni bu gün gürcülərə 3-0 qalib gəlmək, İslandiyana 3 qol vurmaq, Sabah Çempionlar Liqasında rahat, yəni gerçək deyək, bəlkə də 5 olmalı idi, 6 olmalı idi. Onların düzdür 2 dənə epizod oldu, amma yəni Sabahın qol epizodları daha çox. Bu gün biz Çempionlar Liqasının birinci turunda çox rahat oynayırıq. Yəni bu futbol, bu çempionatımızın bax bu rəqabətli axını inşallah Neftçi də bunlara qoşular və məncə inşallah dediyim kimi çempionatımızın biraz çəkiliş necə bu stadionlar. Bu gün dünya çempionatına baxırıq. Oyunun o yuxarıdan elə gözəlliyi verəndə adama belə xoş gəlir. Yəni bizim çempionat başlayır, verir, gün düşür, qarşı tərəf görsənmir, ya evlər görsənir. Yəni digər, yəni bunlar düzəlməlidir. Çox şeydir. Yəni futbol təkcə belə deyək də bu işin meydança tərəfi deyil. Bizim çempionatımız var, 12 dənə komanda var, 11 dənə meydança var. Yəni meydança yoxdur oynadığıma. Yəni hətta özdə bu Premyer Liqadan söhbət gedir. İşıqlandırma var. Məsələn, yadımıza gəlir, Anar daha çox tez-tez gəldi. Turanda işıqlandırma olandan sonra, yəni elə bir başqa stadiondaydıq. Həqiqətən çox dəyişdi. Axşam görüntü zət. Yəni belə baxanda yəni o əslində olmalıdır. Və temp də yüksəldi. O istər-istəməz o süni meydançanı biz tamamilə yığışdıra bilməyəcək. Gəlin gerçək deyək, bir çox klublarımızın buna maddiyyatı çatmayacaq. Amma işıqlandırma olmalıdır. İşıqlandırma o deyil də, yəni bir dəfə verirsən pul. Amma biraz təbii meydançanın kütləvi hal almalı deyil də. Yəni məsələn 12 dənə komanda varsa onu sünidə oynamalı deyil də. 7-8 dənə birisi oynamalı. Hamısının iki təbii olur. Bu mövsüm elədir. Bu mövsüm elədir. Yox, indi İmişlin yəqin ki Ağsuda oynaması. Yəni hal-hazırda bu gün üçün, yəni nəzərə alsaq. Yəqin ki Sumqayıtda 1-2 stadion da olsaydı, Sumqayıt çempionatı. Əvvəl ildə Bakı çempionatı, indi Sumqayıt çempionatı keçmək olar. Projektor barədə sual verəcəm. Mən bir dənə məqamı dəqiqləşdirmək istəyirəm. O Turan Tovuzda projektor aşanda sizə komanda var. Orada mən görüntülərdə siz mən səhv eləmirəmsə, həmin o projektoru aşır. Yadıma düşdü deyə soruşmalıyam onu sizdən. Həmin projektoru aşmazdan qabaq külək idi və orada futbolçular məşq edirlər. Yəni siz onları görüb, həmin o hadisəni görüb futbolçuları geri çağırmışdınız. Yox, küləyi görməmişdim, yəni yalan deyirəm. Düz dəqiqələdiniz. Orada səhv eləmirəmsə 30 saniyədə qabaq biz orada isinənləri oyuna buraxmağa çağırdıq. Elə bir üçüncü onu projektora görə eləmişdiniz yoxsa? Yox, oyuna buraxmaq bu da bir Allahın qisməti idi. Yəni həqiqətən orada olsaydılar, o qaçılmazdı da, bilirsiniz də o yaxınlaşadan da yandıra bilərdi də. Biz oyuna saldıq, elə bir o ehtiyat bitirdi də. Yəni avtomatik oyunçular da gəldilər. O da bir qismət idi. Yəni İnşallah yaxşı qurtardı. Yaxşı qurtardı. Bayaq sual verdim, yadıma düşdü. Karyera ərzində mənim maraqlıdır məşqçi kimi. Sizə görə işlədiyiniz ən peşəkar futbolçu kim olub mənim maraqlı? İşinə yanaşması, xarakteri, oyuna kökləməsi, hansı futbolçu karyerasında işlədiyiniz futbolçular arasında ən peşəkar sayırsınız? Yəni bir nəfər nümunə kimi, yəni bu çoxdur. Məsəl üçün Rüfət Abbasov saat kimi işləyir. Yəni bu insan elə bir saatdır da. Yəni saat necə işləyir? Məşğul. Yəni Rüfət Abbasov elə bir çalışırdı. Baxsaq, Sumqayıtda məsələn Alekseyin özü Sumqayıtda bizdə çox yaxşı mövsüm keçirdi və həqiqətən də heç vaxt məşqdən yorulmurdu. Onun bir şeyi vardı, həmişə futbol oynamaq istəyir, belə futboldan ləzzət alır da. Məsəl üçün çox yaxşı özünə baxırdı. Vüqar Mustafayevi qeyd eləyə bilərəm, ən yaxşı oyunçularımızdan, o peşəkar yanaşmasından olub. Elvin Bədəlov məni çox təəccübləndirdi. Bilirsiniz ki, Elvin Bədəlovu biz Sumqayıta yoxlanışa çağırmışdıq. Və orada bir hadisə baş verdi. Biz ora bir İranlı futbolçu götürmüşdü. O alınmadı. Elvin Bədəlov
təzədən çağırdıq və o 6 ay əsas heyətə düşmürdü, amma həqiqətən özlərində çox çalışırdı. Yəni futbolçular olub, Zirədə də olub, bir çox vaxt məsələn Elvin Məmmədov olub bizdə, Anar Nəzirov belə deyək də, yəni həmişə məşqçiləri yorurdu. Belə istəkli futbolçular çox Məsələn, olub. intizamsız. Hesaba yaxındır. İntizamsız da çox olub. Məsələn, Richard Kadze var idi. Yəni güclə məşq eləyirdi, amma çıxırdı qol vururdu. Çıxıb bir dəfə getmişdi, qaytarmışdı. Yəni olub belə. Sonra bir sol zaşitnik gətirmişdik Ziriyə. Adı yadımdan çıxmışdı, Makedoniya idi. Alman vətəndaşı idi. Çox intizamsız idi. Hətta qırmızı vərəqə oyunda belə, yəni 6 ay dözənmədim də ona. Sonra Mateo var idi, Rumun. Zirədə. Olub, yəni deyim ki, amma son vaxtlar bəlkə də təcrübədən də irəli gəlirdi. Son vaxtlar çox az oldu. Yəni belə deyək, Şamaxıda inanın ki, şahid elədiyim futbolçu yox idi. Bəlkə özünüz də bir qədər futbolçu, bir qədər çılğın futbolçu olmusunuz. O da ya həm də bir məşqçinin sifətində də bir qədər çılğınlığı var da, sonradan o təcrübə ilə biraz kömək elədi sizə. Düz qeyd edirsiniz. Yəni məşqçilik necədir? Bəzi hadisələr var ki, onu yaşamasan təcrübə qazanmırsan. O oxumaqla deyil də. Yəni get saatlarla oxu, get kurslara get, təcrübə. Yəni burada oturmaq lazımdır ki, bunu hiss eləyəsən. Yəni bir ki, evdə hazırlaşıram, qoymuşam mikrofonu özüm üçün rahat danışıram, amma bu məsuliyyət başqadır. Məşqçilik də elədir. Düz qeyd edirsiniz. Bizim bir Holland koordinatorumuz vardı Qarabağda. Onda mən Qarabağ Akademiyasında işləyirdim. Bəlkə də məşqçiliyimdə üstün cəhətlərimdən biri oldu ki, mən akademiyadan başladım. Bəli. Akademiyada da çalışmışam 16-17 yaşlar. Ondan sonra əvəzi heyətdə də çalışmışam. Koordinator da olub Zirədə 1 il koordinator. Belə hər bir o mərhələlərin keçmişəm və təcrübə yığdım da. Ondan sonra 1-ci liqada da başladıq Zirədə. Köməkçidə başlamışam və sonra baş məşqçi. Yəni bax, bunların hamısı mənə təcrübə verdi. Yəni mən köməkçini başa düşə bilirəm. Bəzən köməkçi olmayıb birdən-birə baş məşqçi olanda o köməkçinin çünki köməkçi olmaq çox çətindir. Onun bir dənə sözü var idi və mən akademiyada çalışırdım. O həmişə deyirdi ki, ayda bir görüş keçirirdi. Deyirdi, qara dəftərim var, ağ dəftərim var. Qaraya pis xəbərlər, pis şeylər və o qədər belə deyək, sənin mənfi cəhətləri o qədər yaxşı deyirdi ki, sən elə həmişə deyirdin ki, şeydən başla, qaradan başla. Və biz ona sual verdik və mən ona qayıtdım ki, bəs biraz hakimin səhvinə, biraz ona çox tez reaksiya o vaxtda məşqçilər arasında. O dedi ki, yox, o səhv deyil. O normal bir şeydir. Dedi, niyə? Dedi, məni görürsünüz. Dedi, bəli. Dedi, mən çılğına oxşuyuram. Dedim, yox, sən nə çılğın, sən güclə danışsan. Dedim, mən ilk başlayanda, yəni dava da eləmişəm. O dedi, yavaş-yavaş gələcək. Düzdür, bəzi xəssiyyət dəyişilmir. Amma həqiqətən bəzi situasiyalar var ki, onu təcrübə ilə elə bir aşa bilirsən və o bizə dedi ki, o təcrübə gələndə o bəzi çılğınlıq, bəzi emosiya olacaq, amma biraz da xassiyyət var da, xarakter var. Bir məşqçi, elə məşqçi var ki, rahat oturur, oyuna baxa bilir və o belədir. Amma məsələn dünya çempionatına baxırıq, məşqçiləri görürsüz, fərqlidir. O da xassiyyətdən irəli gəlir. Yəni mən yəqin ki, onu dəyişə bilməyəcəm heç vaxt. Əgər məşqçinin xassiyyəti, məşqçinin çılğınlığı komandaya, kluba ziyan vermirsə, o normal da. Məsələn bu gün Mourinho tipli var, Ancelotti tipli var. Mourinho çılğın da gedib hansı bir qalmaqal yaratmağa məsələn Atletika məşqçisi, yəni bir təsəvvür eləyin də, o oturub oyuna rahat baxır. Yəni o siz də qəbul edin. Ya bu ara. Bizim beynimizə girdi. Yəni yan hakimlə, yəni belə deyək, ondan çox. Yəni o da komandası da həqiqətən. Yəni bunlar biraz bu yenə deyirəm də xarakterə gəlir və bunların hamısı da olmalıdır. Yəni biz gəlin belə bir şeyi qəbul eləyək ki, hamımız eyni ola bilmərik.
Yəni elə bir şey yoxdur ki, məşqçilikdə hamı gəlsin, otursun, Labanovski kimi belə futbola baxsın. Yəni bunu qəbul eləməz. Yəni bu onlar şablonlu bir şey. Ona görə həmin bu dediyimiz məqamlar futbolun gözəlliyidir. Rəngarəng olmalıdır. Hər bir futbolçu da eyni ola bilməz. İndi hamı Messi ola bilər. Yəni o futbolun gözəl. Ona görə futbol ona görə sevilir. Futbol ona görə bir nömrədir. Axı mən yenə iki sualımızda qısa verəcəm amma ən bəyəndiyiniz dünya miqyasında məşqçi istənilən xarakterinə görə, taktikasına görə bəyəndiyiniz bir məşqçi kimin adını çəkərsiniz? Mən onu dövrlərə görə bölərdim. Son dövr öz dövründə. İndiki dövrdə belə deyək də bəyənirəm Arsenalda Artetanı. Niyə bəyənirəm? Çünki komandasında ulduz yoxdur. Və o komandaya gəldi və yadınıza salın, birinci ilində 6 ayında azarkeşlər onu istefaya göndərdi. Çox uğursuz idi və o necə inandı ona bax. Burada rəhbərin uğurudur. Mən hərdən deyirdim bunu bir rəhbərimə deyirdim. Həmişə zarafatımda adını çəkməyim də özü bilər yəqin. Ona deyirdim ki, yəni mənim uğurum sənin uğurundur da. Məni bura sən gətirmisən də. Bəzən qısqanırdı. Deyirdim ki, niyə yəni bu gün bir yerdəyik də bu futbolda məşqçinin adını daha çox çəkirlər də. Yəni amma bu məşqçini, bu klubu çəkirlərsə, bu klub sənindir də. Bu bütün bu idarə etmə səni idarə etmə. Görürsüz, Artetanın yəni o prosesi necə keçdi? Klub da onda onu görmüşdü. Onu elə belə gətirməmişdilər. Və o bu gün ən yaxşı komanda qurub Çempionlar Liqasında vəssalam qazanır və iki məşqçini qeyd edəcəm. Bir də PSG-də Luis Enrique, yəni onun işinə heyranam və çox istəyərdim ki, o ilə görüşüm və keçən dəfə qismət olmadı. Çünki niyə? Baxın, PSG hər şeyə əl atdı. Messini də apardı, Neymarı da apardı. Pis məşqçilər gətirmədi. Yaxşı məşqçilər Tucheli gətirdi finalda. Amma o komandanı qura bilmirdilər. İndi ulduz yoxdur. Və bu gün Fransanın yaxşı oynamasının səbəblərindən biri PSG-də olan o fransızlardır. Yəni bunu qeyd eləmək lazımdır. Və o orada elə bir komanda möhtəşəmdir. Yəni məncə bu son 10 ilin ən mükəmməl məşqçisidir. Bir də Qurbanova sual verim çünki onu işləmisiniz. Yox, mən dəqiq bilirəm ki, sən verdiyin sualı, mənim sualım başqadır. O dedi sırğın məşqçi sırğın olur falan davada. Düzdür, Qurbanova məşqçi təzə başlayanda davadalaş eləyən vaxtı olub, Sinurdan oyuna salacaq keçdirən davadalaş olub falan. O çox geridə qalıbdı. Son illərdə amma bunu hətta bizim özümüzdə də bəzən sual verirlər ki, siz futbol jurnalistsiniz də, bəlkə bir soruşasınız ondan. Çox sakitdir və hətta ən vacib qollara belə demək olar ki, reaksiya vermir. Yəni sonra bir də işləmişsiniz. Bu nədən irəli gəlir? Adamın xarakteri elədir, yoxsa onun belə deyək, necə deyim, onu büruzə vermir? Yox, o xarakterdir. Baxın, Qurban əksinə çox bəzən çılğın reaksiya verirsiniz. Qurbanovun bax Rustenburg oyunu yadınızdadır. Bəlkə Qurbanovun ilk uğuru idi. Rəşad Sadıqov mükəmməl qolu. Yəni Qurbanov orada sevindi, yox. Gülmədi, gülmədi. Yəni bu o çılğınlığa baxsaz Qurbanovun klubda necə çalışması, futbolçularla necə sərt olması bəlkə başqa bir mövzudur da. Yəni onu çox adam bilmir. Amma o oyundakı onun o aurası heç vaxt dəyişmir və o birinci gündən Neftçidə necə məşqçiliyə başlamışdı, sonra Qarabağda eyni davam edir. Bəzən olur, bəzən oyunlar olur ki, son dəqiqədə qol vurursan, olub ki, yadıma gəlir, Ramil Şədəyevin bir qolu var idi. Belə biraz başqa cür sevinmişdi. Və ya baxırsan Nərmanın Braqaya vurduğu qolu təsəvvür edirsən ki, Nərman orada bəlkə başqa bir məşqçi olsaydı, başqa cür olacaqdı. Samir Abbasovu qeyd edir. Neftçi son anda qol vurdu Qarabağa. Yəni bilmirdi nə etsin, qaçdı ora. Yəni o vaxt o aura o məşqçi yaşayır. Onu bəlkə də oyundan sonra özünə deyirsən ki, gələk bunu eləməzdim. Olur belə şeylər. Amma həmin dəqiqədə onun o xarakterin, o xəssiyyətin onu Qurbanov elə birinci gün məşqçiliyə başlayandan oyunda yanaşması. Olur məsələn Qurbanov da hakimlərlə mübahisə eləyir. Bəzən o da gedir. Amma normaldır da. Amma normaldır. O həmişə özünü bəzən keçən illər oldu ki, biraz aqressiv olmuşdu, yadımdadır. Hər mətbuat konfransında sual verdilər ki, Qurbanov niyə aqressiv olmuş? O da dedi ki, mən də insanam da. Yəni görürsüz, o sırazı onun başqa cür olmasını mediada gündəm oldu. Yəni o məşqçiliyi bu gün bizim Premyer Liqamızda məşqçiliyə baxsan, hərənin özünün belə özünə məxsus
oyunda yanaşması var və bu da gözəllik verir. Baxsaq Sabahın məşqçisinə, baxsaq Neftçinin məşqçisinə, baxsaq sizin. Bu hamısı olmalıdır. Amma məsəl üçün Çərçivədə bir hətta Murad Musayev qədər bilirsiniz də çox qırmızı alırdı. Yəni bu yaxşı hal deyil. O da lazımsız çox reaksiya verirdi. Yəni əslində Qurban Qurbanovun da taktika ilə bağlı, mən adətən də onu taktika ilə bağlı suallar çox verirəm ki, o bir şey deyir ki, deyir Çempionlar Liqasının qaliblərinə baxın. Heç də hamısı eyni taktika ilə qalib gəlmirlər. Yəni biri 4-4-2 ilə qalib gəlir, biri 3-5-2 ilə qalib gəlir, biri 4-5-1 ilə qalib gəlir. Çünki bir dənə ideal taktika olsaydı, hamı onu oynayardı, elə hamı da çempion olardı. Eyni şey də məşqçidir. Çılğın olandan da əsas yəni məşqçi nəticə verirsə və nümunə ola bilirsə ən azından. Nümunə ola bilirsə mən düşünürəm ki, Qurban Qurbanov yəni mən razılaşıram. Yeni nəsil məşqçilərin yetişməsində xüsusi bir Yox, mən həmişə demişəm, bunu gəlin qəbul eləyək. Qurban Qurbanov Azərbaycan futboluna nəyə gətirdi? Yerli məşqçilərə inam gətirdi. Yadınıza salın, Premyer Liqada 13-14 komanda var idi. Hətta Salyan komandası Milmuğan gedirdi deyəsən. Onun məşqçisi Bosniyalı idi. Turan Tovuzda gürcü idi. Premyer Liqada Ağasəlim müəllim işləyirdi, yadıma gəlir. 2 dənə yerli var idi. Yəni İmişlidə Nakanetsin oynadı. Yəni söhbət ondan getmir. Sumqayıtda Alman idi. Bernard Rao. Ondan o Karp işləmişdi. Yəni Gənclər Birliyində. Nə demək istəyirəm? Mehmet Türkmen də var idi. Hər başqa ölkədə. Hətta Lənkəranda gənc məşqçi Cüneyt, yəni Azərbaycanda da kimlər çalışmadı. Nə demək istəyirəm? Baxırdın ki, yerli məşqçilərə inam yox idi. Qurban Qurbanovun uğurundan sonra yadınıza salın, Samir Əliyev Neftçiyə baş məşqçi təyin olundu. Çox əvəzedici heyətdən. Ondan sonra Tərlan Əhmədov Azal idi, Olimpik idi. Yəni bu belə deyək genişləndi. Əlbəttə Ramiz Məmmədov Qəbəliyə və bundan hansı məşqçi daha yaxşı uğurlu oldu, nəticə çıxartdı, dayanmadı. Yəni məşqçilik də belə deyək rəqabətdir. Yəni məşqçilikdə də sən bugünkü gündə hərdən söhbət var. Bu məşqçi buradan çıxır, ora gedir, oradan çıxır. Qardaş, yəni bu gün bu dünyada belədir. Ola bilər 3 Ümumiyyətlə müasir futbolun tendensiyasında bir məşqçi uzun müddət işləmək demək olar ki, yox. Marino bu gün misal çəkək, tezdən Reala qayıtdı. Yəni niyə? Yəni nə demək? Karusel hər yerdə var. Əlbəttə bu karusel deyil də, yəni Bizdə ona ad qoyublar. bizdə indi ona kim mən bununla razı deyiləm. Siz niyə? Bəzən biz bəzi pərdə arxalar var. Futbolun pərdə arxası var. Bunu izləyicilər, bunu futbol azarkeşləri bilmir. Futbol azarkeşləri ada baxır. Məsəl üçün bu futbolçu dəyişət olub, bu niyə işləmir? Bu çalışmalıdır. Yəni belə deyil. Ya məsəl üçün bəzi səhvlər var ki, onlar bağışlanmır. Bəzi nəticə var ki, məsələn, onlar bağışlanmır. Yəni nə demək istəyirəm? Bunun bu gün bizim görürsüz ki, məşqçi azlığı var. Yəni çətinlik çəkirlər. Yəni deyək ki, bu gün böyük bir seçim də var. Yoxdur. 3, 4, 5 məşqçi kənarda qala bilər də. Yəni bu gün 1-ci liqamızda belə yaxşı məşqçi istəyirlər. Bu bizim bax bu son illərin ən yaxşı işidir. Əvvəl 1-ci liqalara necə deyim, 2-ci dərəcəli baxırlar. Bu gün ən yaxşı məşqçilərə tələbat var, büdcələr artır. Görürsən ki, yaxşı stadionlarda oynamaq istəyirlər və Premyer Liqaya gəlmək istəyirlər. Bu əladır. Bu da düzələr, amma o dediyim pərdə arxası var, o karusel deməyək. Yəni bu gün tələbat var da, sabah 3 istefa olandan sonra indi olmasın inşallah, yəni hamı çalışsın. Yəni deyək bu futbolun qaçılmaz anı. İlk ağla kim gələcək ki? Tutalım. Kim gələcək? Kənarda kim qalıb? Elmar Baxşıyev. Samir Abbasov. Yəni misal çəkəcəyik də. Yəni niyə? Çünki bunlar son illər çalışan məşqçilərdir, təcrübələri var. Biraz o yenə deyirəm, bəli, mən də həmişə olub bəzi klub rəhbərləri ilə görüşmüşük. Deyir seçim azdır. Deyirəm izləyin. Əvəzedici heyət, 19 heyət. Bəlkə istədiyiniz məşqçini tapasınız orada, risk eləmək lazımdır. Yəni mən Zirəyə başlayanda, Real deyimdə mən əvəzedici heyətdə işləyirdim də. Yəni mənə inandılar, qoydular da, yəni. Elə digər Samir Abbasov əvəzedici heyətdə çalışmırdı, Sumqayıta qoyan. Biz həmin o belə deyək dövrün məşqçiləri biraz əvəzedici heyətdən qalxdıq yuxarı. Niyə? Klub rəhbərləri inandı da. Yəni mən Sumqayıta gətirəndə də klub rəhbəri də inandı da. Yəni yerli futbolçular hətta bizim ilk söhbətimizdə oldu ki, dedi ki, Avroliqaya getməliyik.
Yəni inan var idi və biz həmin 6 ayı qışı finala çıxdıq, uduzduq. Naxçıvanda Qəbələyə. Qəbələyə, Amma ikinci il Avroliqaya getdi. Yəni klub rəhbəri mənə inanırdı, mən klub rəhbərinə. Yəni bu məşqçilərlə də kifayətlənməməliyik. Bu gün nə sevindiricidir. Fərid Namazova İmişli güvəndi, Zaur Həşimova Şafa güvəndi, Azər Məmmədova Kəpəni. Bu yaxşı haldır. Gəlin bunu yaxşı mənada deyək ki, ən azı birini qazana bilsək, bir məşqçi də. Bu gün Azər Bağırov necə gəldi? Yəni Azər Bağırov Araz Naxçıvanla Birinci liqada. Həvəskar liqadan birinci liqadan gəldi. Araz Naxçıvanda həmin il uğurlu olmasaydı, sonra Gəncədən təklif gəlməyəcəkdi. Yəni bəzi məşqçilərimiz də uğursuz ola-ola, yəni sonra da inanmazdılar ona. Ona görə biz bu gün yeni nəsil, yeni məşqçilərə də məncə klub rəhbərləri ən azı şans verməli. Düzdür, klub rəhbərlərində başa düşürəm, nəticə var, birinci liqaya düşmək istəmirlər, amma inanın ki, düşəndə o məşqçinin o yaxşısına baxmır. O komanda o düzgün qurulmayanda, düzgün başlamayanda, o klubda nələrsə olanda inanın, yəni heç nə bu gün çox misal çəkə bilərik. Ad çəkməyək, bu düz olmaz, amma bir çox klublarımız büdcəsinə görə, məşqçisinə görə baxsan birinci liqaya düşməli deyillər, amma çıxa bilmədilər o aradan. Bəlkə də klassik sual olacaq. Ayxan Abbasov məşqçi kimi nəyə nail olmaq istəyir? Nə demək? Nə etmək istəyir? Yox, əlbəttə hədəflər çoxdur. O belə deyir də, hər bir insanın özünün gözündə kinosu var da, belə xəyalları var. O hərdən deyirlər, xəyal eləmək pul istəmir də, yəni xəyal eləməlisən. Hər bir işin bu tək məşqçiliyə deyir. Kim nə iş görürsə, onda uğurlu olmaq istəyir, onun yaxşısı olmaq istəyir. Biz də məşqçilikdə istəyirik uğurlu olaq, inkişaf eləyək. Çünki müasir futbol çox dəyişir. Müasir futbol tam başqa cür olub. Bəlkə də 5 il, 6 ildən sonra tam başqa cür olacaq. Bu gün düz dediyimizə səhv deyəcəyik. Məsələn, 5 il bundan qabaq düz dediyimizə indi səhv deyirik. Biraz futbola o qədər elm, taktika, elə şeylər artırılır ki, yəni çox belə qaydalar da dəyişilir. Görürsüz də klublar o şeyi deyə bilməyəcək ki, hansısa komanda oyunu gecikdirir. Yəni bunu da fikirləşdilər. Baxsaq, həm qapıçı zərbəsi, həm outlar, həm kornerləri səhv vermə. Yəni onu demək istəyirəm ki, futbol biraz avtomatlaşdırılır. Yəni məşqçilik də elədir. Yəni o futbolçular, sənin qarşında olan futbolçular məşqçisi qədər fikirləşir, məşqçisi qədər bilir və bunlarla dil tapmaq, bunları idarə eləmək və biz də belə deyək də istəyirik o yüksək səviyyədə belə deyək də çalışmaq üçün onları bilməliyik. Və əlbəttə nəticədir. Bilirik ki, nəticəyə görə də qiymət verirlər. Bu qaçılmazdır. Amma bu gün nəticədən də çox biz bu futbolçular çəkirik ki, hansı ki onlara həm insani keyfiyyətdə, həm karyeralarında kömək eləmişiksə, yəni neçə illərdən sonra yəqin ki, bu gün mən sual versəz, bir çox məşqçilər o yaxşı hallarını heç vaxt mən unutmuram da. Onlar haqqında həmişə yaxşı. Bu fikirləri də yaratmaq istəyirik ki, məsələn, bu gənclərə də kömək eləmək istəyirik. Amma yol biraz çətindir. Niyə? Çünki Azərbaycan milli komandasının baş məşqçisi, Azərbaycan milli komandası bizim ürəyimizdir. Yəni həqiqətən də çox danışa bilərik milli komanda haqqında. Amma post olaraq çox çətin postdur. Çünki hədəf biz Azərbaycan futbolunda klubların, xüsusilə də Qarabağın uğurundan sonra, ümumiyyətlə və bu Avrokuboklardakı elə bu indiki uğur belə deyək də çox rahat başlanğıcdan sonra avtomatik olaraq beynimizdə milli komandada da həmin uğuru gözləməyə, həm də fikirləşirik ki, başqaları eləyə bilirlərsə, məsələn, Maltası eləyə bilirsə və yaxud da ki, digər cıtdanları biz niyə eləyə bilməyək? Amma orada suallar çox çıxır. Orada ümumən müqayisə biraz mənim üçün düzdür, nə mənada? Çünki klublar tam başqadır. Bilirsiniz, legionerlərlə çıxış eləyirlər. Klublar hər gün çalışırsan, o səhv belə deyək, səni qane eləməyən oyunçular olanda gəlirsən yaxşısını alırsan. Milli komandada bu yox, bu vaxt yoxdur. O dediyiniz ölkələrdə bu yerə gəlib çatmağında həqiqətən işlər gedir və biz bunu 5 il, 10 il bundan qabaq deyirdik ki, mən həmin o Zirə ilə Avroliqa oynayanda Lüksemburqu həmin
indiyə kimi yadımdadır. Mətbuat konfransında tərifləyəndə və bəzən məni qınadılar ki, Lüksemburq da yaxşı və həmin ili biz keçdik, amma Inter Lüksemburqun komandasına uduzdu. Turu keçə bilmədi. Flora idi, səhv eləmirəmsə. Nəyə görə? Çünki mən Lüksemburqda gördüm bunların yanaşması. Onların üstünlükləri nədir? Onlarda patriot elə deyir. Onlar neynirlər? Belgiya, yaxın İtaliya, yaxın digər ölkələrdəki orta səviyyəli futbolçular, orta səviyyəli gənclər cəlb eləyirlər. Və bu gün dünya çempionatına baxdığımız ölkələr var ki, onların heyətindəki oyunçuların 11 futbolçunun yetirməsi öz ölkəsində deyil. Bunlar Fransada böyüyüblər. Bunlar Belgiyada böyüyüblər və digər millətlərin olmasıdır. Bizdə o üstünlük yoxdur. Biz bir oyunçunu milliləşdirəndə bilirsiniz ki, nə olur da? Yəni niyə? Hə, özümüzün oyunçuların da inkişafı, yəni o milli komandanın uğuru qazanmasının yolları bilirik. Bu gün A milli bundan öncəki 10 ilin, 14 ilin işidir. Yəni bu gün biz də o 10 il, 14 ilə baxanda bizim 19-umuz, 17-miz, 21-imiz neyniyib? Hansı Avropa çempionatına çıxıb? Yəni biz bu gün 17-mizi, 19-umuzu, 15-imizi düzəltsək, avtomatik 10 ildən sonra bizim A komandamız yaxşı olacaq və orada biz belə deyək, seçim eləyə bilərik. Bu məşqçi düzgün çalışmadı, gedək daha yaxşısını gətirək. Futbolçu keyfiyyəti var. Bu gün Gürcüstan klubları ilə Gürcüstan zbornusunda fərq var. Amma baxıram, keçən oyunda İberiyada 9 dənə yerli futbolçu ilə Avroliqada oynayır. 9 dənə Gürcü ilə var. Yəni nə demirsən, amma uğurlu deyirlər. Axır vaxtlar Gürcüstan klubları Avroliqada Qarabağ kimi uğurlu olanı var. Bizi çox tərifləyirlər Gürcülər. Bəli, bizdə yəni biz klub mövqeyini daha çox üstün tuturuq. Burada model çünki bunu qurmuşuq. Milli komandamız bu dəqiqə belə deyək də bu çətindir. Bu gün milli komandamız bundan əziyyət çəkir. Amma yenə deyirəm, biz indi layihələr var, bunu deyim, akademiyalar son inşallah yəqin ki məlumat veriləcək. Akademiyaların yaradılması bu yöndə işlər gedir. Yəni biz bunu eləyə bilsək, yəni inşallah 5 ilə, 6 ilə o həmin akademiyadakı uşaqlar 14, 15, 17, 19 bu gün yaxşı olacaq və ikinci ən tez zamanda istəyiriksə bizim gənclər Avropaya getməlidir. Son sual, karyeranızdan razısınız bu qədərkindən? Yox, əlbəttə bu gün yəni razı olmaya bilərəm. Yəni bu gün Premyer Liqada baş məşqçi olmaq, Avroliqa həyəcanı, Konferans Liqa həyəcanı, Azərbaycan Kubokunun finalı həyəcanı, məşqçi olaraq 4 klubda ayrı-ayrı insanlarla, legionerlərlə, klub rəhbərləri ilə, yəni çalışmaq, akademiyalarda çalışmaq və bu gün dediyim kimi U21 6-7 ayda çalışsam mənim üçün böyük bir təcrübə oldu ki, milli komandaya getmək və bu gün milli komanda və dediyim kimi xəyalımda olan bir yerdir. İnşallah çalışırıq ki, əlimizdən gələni layiqli olaq. İndi qismət Allahdandır. Razıyam, amma inşallah ki daha da yaxşısını istəyərik. İnşallah. Təşəkkür edirəm gəldiyinizə. Mən təşəkkür edirəm. Azərbaycan futbolunun piramidasının zirvəsində olan şəxslə danışdıq. Növbəti 11 adamda görüşərik. Sağ olun.